Pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və bir sıra xidmətlərə görə ödənilən ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması istehlakçıların bu mexanizmdən daha geniş istifadə etməsinə şərait yaradıb. 2026-cı ilin yanvar aylarında müxtəlif qədər ƏDV geri al layihəsi çərçivəsində istehlakçılara 802,3 min manat ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrlə müqayisədə 24,2% çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara 4,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıbdır. Muxtar Respublikada yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi istiqamətində də işlər davam etdirilir. 2026-cı il iyunun 1-nə olan məlumata əsasən Naxçıvanda qeydiyyatda olan onlayn nəzarət kassa aparatlarının sayı 3347-yə çatıb. Yeni nəsil nəzarət kassa aparatlarından istifadənin genişlənməsi, hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyənin nəzarətinin gücləndirilməsinə şərait yaradır. 2026-cı ilin yanvar aylarında belə nəzarət kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 237,1 milyon manatdan artıq olmuşdur ki, bu da 2025-ci ilin eyni dövrlə müqayisədə 52,2 milyon manat və 28,2% çoxdur. Mütəxəssislər hesab edirlər ki, həm ƏDV geri al mexanizminin tətbiqi, həm də yeni nəsil nəzarət kassa aparatlarının istifadəsinin genişləndirilməsi iqtisadiyyatda şəffaflığın artırılmasına və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə xidmət edir. Həsən Məmmədov, Tərlan İbrahimova, Cəmil Məhərrəmov, NTV Xəbər.